İşğalçılar Dəmirli Filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu talançılıqdır, qanunsuz istismardır. Bunu Prezident İlham Əliyev Ağdərənin Aşağı Orataq, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə deyib. Dövlət başçısı həmçinin Ağdərə şəhərinin baş planı ilə tanış olub. Bu şəhərdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binalarının istismara verilməsi mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdərənin Aşağı Orataq, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşür. Sənin boyuna qurban. Sağ olun, sağ olun. Canım sənin boyuna qurban, boyuna. Necəsin? Necə yerləşmişsiniz? Yaxşı, Yaxşıdır, yaxşı. Allah'a şükür. Təbrik edirəm. Sağ olun. Artıq 3 gündür ki, Ağdərə rayonunun 4 kəndinə yerləşmişsiniz. Bu münasibətlə sizi təbrik edirəm. Son 2 il ərzində antiterror əməliyyatından sonra 2023-cü ildən bu yana bütün bu bölgələrdə Ağdərə, Xocalı, Xankəndi, Xocavənddə həyat bərpa edilir. 5 il bundan əvvəlsə digər vaxtı ilə işğal altında olmuş ərazilərə keçmiş köçkünlər qayıtmağa başlayıblar və bugün artıq 73 min insan keçmiş həm köçkün, həm də ki köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Biz ata yurdumuza, siz də şəhidlərin qanı qədər, haqqı qədər olan Qarabağa Ağdərəyə xoş gəlmişsiniz. Sağ olun. Allah rəhmət eləsin. Onların qanı canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bugün bu torpaqlardayıq. Və son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bugün də davam edir. Amma heç biri tam və mütləq qələbə ilə nəticələnmir. Ancaq biz böyük xalq olaraq buna nail olduq. Özü cəmi 44 gün ərzində, ondan sonra da bir gün ərzində. 2 mərhələyə bizim şanlı zəfərimizi, zəfər yürüyüşümüzü bölərək biz həm cavanlarımızı qoruduq. Prezident İlham Əliyev işğal dövründə vurulan zərərə də diqqət çəkib. Faktiki olaraq işğalçılar heç bir salamat bina qoymayıblar. Bax, bütün bu təmir edilmiş binalar bugün dövlət tərəfindən təmir edilir. Ancaq talançılıqla məşğul olub. Bax, Dəmirli Filiz yatağından bəlkə də 2 milyard dollar, bəlkə də çox dəyərində mis aparılır. Bu talançılıqdır, bu qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər indi qurulub, qeyd etdiyim kimi 900-dən çox, hardasa 1000-ə qədər iş yeri yaradılacaq. Özdə tapşırıq vermişəm ki, ora cəlb olunacaq vətəndaşlar, bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. Oranı indi genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq. Prezident İlham Əliyev Ağdərə şəhərinin baş planı ilə tanış olub. Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektivdə üçün şəhər əhalisinin sayının 14 min nəfər olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır.
Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verilib. Bildirilib ki, ümumilikdə 3 binada təmir bərpa işləri görülüb. 4 və 5 mərtəbəli binalardakı 72 mənzildən 8-i 1 otaqlı, 36-sı 2 otaqlı, 24-ü 3 otaqlı, 4-ü isə 4 otaqlıdır. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilir. Binaların ətrafında da geniş abadlıq işləri görülüb. Yaşıllıqlar salınıb, sakinlərin istirahəti üçün güşələr yaradılıb.